Qış fəslində şəhər parkı fərqli gözəllik alır. Ağaclar qarla örtülür, yollar bəyaz xalça kimi görünür, uşaqlar xizəklə sürüşür, qar adam düzəldir və qar topu oynayırlar. Parkda gəzən insanlar isti paltarlarda, əlcəklərdə gəzərək təmiz havadan zövq alırlar. Bəzi kafe və çay evləri parkın kənarında açılır. Orada insanlar isti çay və şirniyyatla qış gününün soyuqluğunu unudur. Quşlar ağac budaqlarında dayanır, sanki qışın sakitliyini izləyirlər. Parkda bəzən küçə musiqiçiləri də çıxış edir. Onların səsi qarla örtülmüş yollar boyunca əks-səda verir. Bu musiqi gəzənlərin əhvalını yüksəldir. Axşam saatlarında parkın işıqları yanır, qarın üzərində parıldayır. İnsanlar ailələri və dostları ilə gəzir, şəkillər çəkir və xoş anlar yaşayırlar. Qış parkı həm əyləncə, həm də istirahət üçün ideal yerdir. Burada hər kəs təbiətin gözəlliyini hiss edə, dostları ilə vaxt keçirə və qış mövsümünün sehrini yaşaya bilər.